Dünən axşam Qurtuluş Reabilitasiya Mərkəzindən qaçdığı deyilən jurnalist Nəsimi Nəbizadəni hələ də mərkəzə gətirə bilməyiblər. Qlobalas xəbər verir ki, bu barədə Pravda-aza açıqlama verən mərkəzin rəhbəri Ceyhun Salmanov deyib ki, hər bir pasiyenti 3 ay sonra bir neçə nəfərin nəzarəti altında çölə çıxarılır. Nəsimi Nəbizadənin yaşını, təcrübəsini, alicənablığını nəzərə alaraq etibar etdik. Toplu şəkildə dəfələrlə gəzintilərdə olmuşuq. Qarabağa da getmişdik. Xalq onu tanıyır. Böyük bir məsuliyyətin altına girdik. Hamı onun sağalmasını istəyirdi. Darıxdı, gəzmək istədi. Mən də tək özümlə apardım. Nizami küçəsində təşkil olunmuş Soyuq Əllər İsti Ürəklər yarmarkasına getdik. Kumbir yedik, tir də atdıq. Əylənməsini istədim. Sonra restoranda əyləşdik. Çay içmək istəyirdik. Sifariş etdik. Mən WC-yə gedib qaydanda gördüm ki, Nəsimi müəllim yoxdur. Yəni, reabilitasiya mərkəzindən qaçmayıb, restorandan qaçıb. 5 ay Nəsimi müəllim gözlədi. Evindən bizə səslənmədi. Pəncərənin açıldığını gördüm. Sonra qonşulara gecə saat 4-də zəng etdilər ki, biz onunla danışdıq. Onunla 5-10 dəqiqə söhbət etsək, yenə sağlam düşüncəyə gətirə bilərik. Güya reklam, şou olunduğuna bezib qaçdığını deyirlər. Əksinə, ümumi mərkəzin daxilində sıxılırdı. Deyirdi ki, gəzmək istəyirəm. Çox ehtimal ki, hələ narkotik istifadə etməyib. Amma idarə heyətində fikir ayrılığı da var ki, artıq istifadə edib. Təcrübəli şəxslər onun davranışına əsasən belə diaqnoz verirlər. Jurnalist Ceyhun Əskərovla bağlı isə hər şey yaxşıdır. İnanırıq ki, onunla bağlı problem çıxmaz, o bildirib.